Salam dostlar, yaxşımı, yaxşı turdunlarmı? Hə, bugün sizlərə kamalçı doğruluq azraq dərlik sözləb verək deyə buyurdum. Çünki köplügən dostlarımız soraydı. Neymi üçün biz kamalçı tatsaq, kamalçımızda jirik avaz bir qədər köp, sizninkide yox deb. Bunun səbəbi adət kamalçını işlətgən vaxtımızda küş berimiz emasmı? Bu küşni çoğun beləkdən bəlgən vaxtımızda bunundaki jirik avaz aşındaq yuqur bu kütüdü. Məsələn, mən hazır tutmuşu çoğun biləkdən küş berib durub kamalçı tatıb baxay, sizlər bir anlap yaxınlar. Mana bu intayın jirik ədəmgi yıqımsız bir avaz. Şununla bu çoğun biləkdən qətdi kamalçı tatqancağı küş berməyimiz. Kamalçığı nədən küş berimiz degan çağda barmaq arqılıq, kiçik beğişini işletiş arqılıq küş berimiz. Barmaq arqılıq deyəndə həm də qılını tutulğan 3 barmağımız işidik alətdə o üstüdeki kamalcını tutqan qolumuz üstüdə begiz barmaqda yağaşını aldığı iştiriş bilen 3 barmaqda qılını aldığı tatış bilen. Bunun da qılını həddidən ziyadə aldığı tatışsak yana jirik avaz çıxıb oldu. Çoxum barmaq qolununki, begiz barmaqınınki küçünü çoxum tanışımız gerek. Məsələn, şu hazır beğiştin bəyən küş bilen o barmaq qoldaki küçlerini birleştirgende çıkan avaz naydı süzük naydı pakızmış tamamdı. Anandikin kündülük özümüzden məşqimizdə çoxum quruq kamalçı məşqimizni özümüzden ayırmasımız gerek. Kamalçı məşqi hem demiş qıllıq muzikalarının arasında kamalçı hemmede mühim orunda oturdu. Şunun kamalçınız çoxum töz, çoxum pakız buluş gerek. Mən sizlərə 2 xil kamalçı tatış məşqi göstərib qoyay. Muşu boyunca tüvəndi məşqi bəsanlar. Yaxşı ölümünü görsülər. Bu birincisi, ikincisi bir kamalçının oturduğunu ikiye bölümüz. Muş aletdə. Əmdi kamalçı tatqan çağda çoxum kamalçını yerim aletdə tatışıq bulmaydı. Çoxum tuluq aletdə başdan tatıb uççuğuca kamalçınız tolğan aletdə tatısız. Muş məşqlərini 8 udar, 4 udar, 2 udar bir aletdə məşq qısanlar. Bunun ait önümünü görsülər.